Salam əziz dostlar, pandemiya dövründə bağlanmış qatarların fəaliyyəti mərhələli şəkildə bərpa olunur. Artıq iyun ayının 15-dən etibarən yeni istiqamət üzrə qatarlar hərəkətə başlayacaq. Deməli, Bakı-Qazax marşrutu üzrə sürətli qatarlarla sərnişin daşımalarına start veriləcək. Bununla bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. İstəyirəm həmin məlumatla sizi tanış edim. Deməli, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti iyun ayının 15-dən etibarən Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadacaq. Bilet satışına 15 iyun tarixindən başlanılacaq və Bakı-Qazax-Bakı marşrutu üzrə bir mərtəbəli müasir qatarlardan istifadə olunacaq. Beləliklə, əgər sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayına dək fəaliyyət göstərən qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq. Sürətli sərnişin qatarları hər gün saat 8 və 18-də Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çata biləcəklər. Qazax-Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 8 və 16:20-də yola düşərək Bakı Dəmir Yol Vağzalına 13:29 və 21:49-da çatacaq. Bakıdan Qazaxa bir istiqamətə standart sinif yerlərə minimum gediş haqqı 16 manat 20 qəpik təşkil edəcək. Biletləri dəmir yol kassalarından, ADY Mobile tətbiqindən və ya Azərbaycan Dəmir Yollarının rəsmi saytından əldə etmək mümkündür. Məlumatda o da bildirdi ki, Azərbaycanın bütün regionlarını sərnişinlər üçün əlçatan etməyi, xidmət coğrafiyasını genişləndirməyi hədəfləyən Azərbaycan Dəmir Yolları sərnişin daşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar tətbiq edir. Həmçinin pandemiyadan öncə mövcud olmuş marşrutları mərhələli şəkildə bərpa edir.